Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanda Heydər Əliyev prospektində yeni tikili bir binada orta mərtəbəsindən sizlərə belə bir gözəl, tam təmirli 3 otağa düzəlmə mənzil seçib təqdim edirəm. Təqdimatımızı başladım evimizin dəhliz hissəsindən. Gördüyünüz kimi bura evimizin giriş hissəsidir. Həmən bura giriş qapısıdır. Gördüyünüz kimi sef qapı ilə təmin olunubdur. Bura girişdən həmən solda alan adam belə bir dolap şkaf yırdıra bilər. Giriş dolabı, termoqranit olan hissələr isti döşəməlidir dəyərli izləyicilər. Sizlərə buradan təqdim edeyim evimizin mətbəx hissəsini. Gördüyünüz kimi otaqların müstəqil pəncərəsi var. Burada yerləşir evimizin digər yataq otağı dəyərli izləyicilər. Pərdələr, lüstrlar hamısı taxılıbdır. Dəhliz hissəsində də tavan hissələri çox sadə spotlardan və gizlin işıqdan istifadə olunub. Və burada da yerləşir evimizin qonaq otağı. Görə bilərsiniz, evimizin gözəl bir işıqlı qonaq otağımız var. Evimizdə açıq tonlardan istifadə olunubdur. Belə bir gözəl lüstrumuz və TV stendimiz yığılıbdır. Divarda dekor işləmələri var ramkalarına. Və burada da yerləşir evimizin digər kiçik yataq otağıdır. Yəni uşaq yataq otağı da eləyə bilərsiniz. Dediyim kimi bütün otaqların müstəqil pəncərələri var. Ümumi sahəsi evimizin 70 kvadrat metrdir. Sənəd kupçadır, çıxarışımız da var. Start qiymət 119.000 manat dəyərli izləyəcəksiniz. Gəlin sizlərə də sonda evimizin hamam otağını təqdim edeyim. Hamam otağımız da normal genişlikdədir. Duş kabinə kimi hamısı yerləri qoyulubdur. Hazır vəziyyətdədir. Binamızın geniş müasir sürətli lifti var. Binanın yerüstü və yeraltı avtomobil dayanacağı mövcuddur dəyərli izləyicilər. Xırdalanda parka yaxın, prospektdə belə bir gözəl mənzil axtaranlar nə deyim, bu mənzili qaçırmayın. Qiyməti də yəni normaldır kvadratına görə. Kupçalı mənzil axtaranlar. Əlaqə nömrəm 077 717 91 90 və 077 717 91 90 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Geniş informasiya əldə edə bilərsiniz. Sizlərin də satış təminatınız varsa bizlərə müraciət edə bilərsiniz. Bu günə bu qədər. Sağ olun, salamat qalın.